Diqqətinizə çatdırım ki, Azərbaycanda elektron siqaretlər qadağan ediləcək. Belə ki, Milli Məclisdə maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsini qadağan edən qanun layihəsi müzakirə olunub. Millət vəkili Tahir Mirkişli Milli Məclisdə birgə müzakirəyə çıxarılan tütün və tütün məmulatı haqqında qanuna təklif olunan dəyişikliklərlə bağlı paylaşım eləyib. O bildirib ki, bu tip elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunmasına bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır. Artıq 40-dan çox ölkədə bu məhsulun satışı qadağan edilib. Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında narkotik asıllığının genişlənməsinə şərait yaradır. Dadlandırıcı, cazibədar dizayn və marketinq siqaretə zərərsiz alternativ kimi yanlış təsəvvür formalaşdırır. Bunu əyləncə kimi təqdim edir və ilk istifadəyə giriş baryerini aşağı salır. Bu isə uzun müddətli perspektivdə həm tütün məmulatlarına keçidi, həm də narkotik asıllığının dərinləşməsini artırır. Millət vəkili bildirib ki, məhsulların tərkibi və keyfiyyətinə nəzarət praktikada çətindir. Bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb. Dəyərli izləyicilər, əgər siz lirik və Astara dağlarından süzülən tərtəmiz bal əldə etmək istəyirsinizsə, o zaman Arıçı Vidadi ilə mütləq əlaqə saxlayın. Ballar növbə-növdür orada. İstəyir şam balı əldə eləyəsiniz, istəyir süzmə bal əldə eləyəsiniz, istəyirsə də ki, son vaxtlar bir krem balı da hazırlayır Arıçı Vidadi. O baldan əldə eləyəsiniz. Hansı bal növündən əldə etmənizdən asılı olmayaraq. Bir şeydən tam əmin olun ki, Arıçı Vidadi sizə heç bir qatqısı olmayan bal təklif eləyir və bunun da əminatını necə verir? Əgər siz aldığınız balın tərkibində hər hansısa bir qatqı aşkar eləyərsinizsə, o zaman verdiyiniz məbləğin 2 qatını Vidadi sizə qaytaracaq. Azərbaycan istənilən bölgəsinə çatdırılma pulsuzdur. Evinizdə oturun, sifarişinizi verin 051 546 39 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.